Dünən Bakıda keçirilmiş mini futbol üzrə dünya çempionatı başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Mini Futbol Federasiyasını və bütün bu qələbədə iştirak etmiş insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci qazandırmışsınız. Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda belə güclü mini futbol üzrə oyuncularımız var. Çempionatı izləyənlər öz gözləri ilə bizim oyuncularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son 4-ünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydancasında bütün rəqibləri üstələmişsiniz. Və eyni zamanda gözəl komanda ruhu nümayiş etdirmişsiniz. Və oyuncular görürəm ki, bir-birinə çox bağlıdır, bir ailə kimidir. Və əlbəttə ki, bu komandada hökm sürən bu gözəl ab-hava, iqlim, bu həm qələbələrinizi şərtləndirən amillərdən biridir. Eyni zamanda bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Həm oyunu gimnastika arenasında izləyənlər, həm də ki, televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, bu qələbəyə siz layiqsiniz. Və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, idman arenalarında biz qələbə qazanan ölkəyik və məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək üçün və Azərbaycanın idman şöhrətini daima yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Və bir daha sizi təbrik edirəm və Azərbaycan xalqı adından bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Sağ olun. Президент Федерации мини-футбола Азербайджана Орхан Мамедов сказал. Möhtərəm cənab prezident, mən şəxsən bütün federasiya adından, futbolçular adından, məşqçi heyəti adından sizə özlərinin təşəkkürümü bildirirəm ki, bugün bizi qəbul edirsiniz. Doğrudan da bizim bugün üçün şərəfli gündür, həm duyğulu bir gündür. Biz öz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu hər bir futbolçu üçün çox önəmli bir haldır. Sizə deyə bilərəm ki, bütün oyunlar keçirildikcə, bütün azarkeşlər bizi dəstəkləyirdi. Xalqımız televizor önündə bizi dəstəkləyirdi. Və əlbəttə ki, futbolçular da çox böyük zəhmət göstərdilər. Hər bir oyunda bir ailə kimi ruhlarını qoydular, canlarını qoydular və doğrudan da azarkeşlər onları iləri səsləyirdi.
Möhtərəm cənab prezident, əlbəttə ki, sizin idmana, gəncliyə, ümumiyyətcə bütün futbol sevərlərə, mini futbol sevərlərə verdiyiniz dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu hər bir futbolçu bilir və sizə dərin təşəkkürümüzü bildiririk. Həmçinin sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar bu futbol növünə yatırımlar eləyirlər. Bizim çox güclü çempionatımız var. Sponsorlar ora dəstək göstərir və əlbəttə ki, biz bu çempionatdan ən güclüləri yığaraq bugün milli yığmışıq və onlar həm Avropa çempionu oldu, həm dünya çempionu oldu. Son dəfə siz bizi qəbul edərkən biz sizə söz verdik ki, biz çalışacağıq yeni titullar, yeni uğurlar qazanaq və bizim üçün çox şərəflidir ki, biz bu dünya kuboku sizin önünüzə gətiririk. Sizə çox dərin təşəkkürümü bildirirəm və bu qələbəni biz xalqımıza, vətənimizə, sizə və hörmətli Mehriban xanıma həsr edirik. Çox sağ olun, sizə çox təşəkkür edirəm, cənab prezident. Sağ olun. Главный тренер национальной сборной Эльшад Гулиев сказал: Hörmətli prezidentimiz, öz adımdan, komandanın adından təşəkkür edirəm ki, bizi dəvət eləmişsiniz. Biz 2022-ci ildə də Avropa çempionu olanda siz bizlə səmimi söhbət elədiniz və tapşırıqlarınızı verdiniz. O gündən sonra da biz çalışırdıq ki, yeni nailiyyətlər əldə eləyək. İnşallah ki, qismət oldu, dünən üçün dünya çempionu olduq. Bunun üçün sizə çoxlu təşəkkür edirik və xalqımıza, federasiyamıza çox sağ ol deyirik. Sağ olun. Sağ olun. Teşekkür ederim. Президент Всемирной Федерации мини-футбола Филипп Джуда сказал: Möhtərəm cənab prezident, Azərbaycanı belə möhtəşəm təmsil edən bütün bu şəxslərlə birlikdə burada olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin qarşınızda onları bu böyük uğur münasibəti ilə bir daha təbrik etmək və bu turniri Azərbaycana gətirdiyinizə görə sizə minnətdarlığımı bildirmək istərdim. Bu zənnimcə mənim Bakıya 8-ci səfərimdir. İlk dəfə 2017-ci ildə burada olmuşam. Azərbaycan Mini Futbol Federasiyasından olan bu insanlarla görüşmüşəm. Deməliyəm ki, onlar həqiqətən də böyük iş gördülər. Onlar Avropa çempionluğunu, dünya çempionluğunu qazandılar. Mən sizə növbəti çempionatlarda uğurlar arzulayıram. Bilirəm ki, sizin qrafikiniz çox məşğuldur. Sizi bugün başlayan Bakı Enerji həftəsində gördüm. Bizimlə və bütün bu şəxslərlə görüşmək imkanına görə təşəkkür edirəm. Ümidvaram ki, bu uğur sayəsində Azərbaycanda yeni nəsil mini futbolçular meydana çıxacaq. Çünki şübhəsiz ki, bu nailiyyətiniz Azərbaycanda mini futbolun inkişafına, xalqa və bütün cəmiyyətə müsbət töhfə verir. Bildiyimə görə Azərbaycan Mini Futbol Federasiyası ölkədə mini futbol arenasına sahib olmaq üçün böyük səylər göstərir. Ümidvaram ki, Dünya Mini Futbol Federasiyası və yerli hökumətlə birlikdə bu uğurlu bir layihə olacaq. Çünki şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğunu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqətən də layiqdirlər. Onların burada cənab prezidentin qarşısında olmaqları ilə fəxr edirəm. Dəvətə görə təşəkkür edirəm, sizin hamınıza uğurlar arzulayıram. Təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram. Federasiya adından Azərbaycanda mini futbolun inkişafına verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizim üçün həqiqətən də qiymətlidir və biz Azərbaycanın beynəlxalq idman institutları ilə əməkdaşlığını yüksək qiymətləndiririk. Əminəm ki, bu qələbə mini futbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb, Avropa çempionu, dünya çempionu və əlbəttə ki, uşaqlar, yeniyetmələr, bu qələbəyə sevinənlər, bizim gənc nəslimiz hesab edirəm ki, mini futbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək. Və milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif mərhələləri var idi.
inkişaf mərhələsi və bugün qələbə mərhələsində biz görüşürük. Və təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bugün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Azərbaycan bölgələrində indi bildiyiniz kimi idman qurğuları inşa edilir. O inşaat geniş vüsət alıb və mini futbol meydançalarının da yaradılmasında böyük fayda olacaq. Həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır. Bir daha sizi təbrik edirəm. В заключении президент Федерации мини-футбола Азербайджана Орхан Мамедов вручил главе государства подарок на память.